sağlamışıq var. Naqillərin ardıcıl və paralel birləşdirilməsinə baxırıq. Deməli, birinci sualdan başlayırıq. Hər birinin müqaməti R olan n sayda naqil ardıcıl birləşdirildikdə ümumi müqamət hansı failə təyin olunur? Biz bilirik ki, naqillərin ardıcıl birləşməsi zamanı deməli, cərəyan şiddəti sabit qalır, gərginlik toplanır və ümumi ardıcıl birləşmədə müqamət R1 topla R2 olur. Əgər eyni müqamətli naqil olsalar, yəni R olsa, R ardıcıl olacaq, R topla R, yəni 2R. Yəni burada belə nəticə gəlmək olur ki, birinin götürüb sayına vursaq, biz ardıcıl birləşdirilmiş naqillərdə ümumi müqamət təyin etmiş olaraq. Onda ardıcıl birləşmədə düstur N R olacaq, yəni B bəndi. Gəldik 3-ə. 3 naqil şəkildə kimi birləşdirilmişdir. Onlardan axan cərəyan şiddətləri arasında hansı münasibət doğrudur? Mötərizənin içərisində R1 R2-dən R2 R3-dən böyükdür. Deməli, biz demişdik ki, naqillərin ardıcıl birləşməsində cərəyan şiddəti sabit qalır. Yəni, A bəndi olacaq. Növbəti 5-ci suala baxırıq. 5-ci sualda cərəyan gəlib burada, belə deyim də, düyün nöqtəsi var və budaqlama varsa, bilin ki, burada paralel birləşmə var. Paralel birləşmədə də hərfləndirmə üsulu eləsək, bu qütblərə A və B yazsaq, boş naqildə eyni hərf işarə olacaq, bura A olacaq. Bu tərəfdən də boş naqil gəldiyinə görə, bura B-dirsə, burada B olacaq. A və B, A və B. Deməli, buranı fi A götürsək, buranı da fi B götürsək, eyni zamanda R1 üçün də fi A çıxılsın fi B potensial fərqi alınacaq. R2 üçün də fi A çıxılsın fi B. Bu da bizə gərginlik verir və oraya çıxır ki, gərginliklər bərabərdir. Paralel birləşmədə gərginlik bərabərdir. Deməli, variant D olacaq. Keçdik növbəti 7-ci suala. Ampermetrlərin göstərişləri arasında hansı münasibət doğrudur? Dedik ki, ardıcıl birləşmədə cərəyan şiddəti sabit qalır. Ona görə də 7-də A olacaq. 9-cu suala baxarıq. Bir cins məftildən hazırlanmış həlqənin A və B kontaktlarına cərəyan mənbəyi qoşulur. A və B kontaktlarına cərəyan mənbəyi qoşulub, cərəyan şiddətlərinin I1 və I2 nisbətini tapır. Deməli, burada yazırıq I1 bölü I2 bərabərdir. Sual. Baxın, demək, burada cərəyanın bir hissəsi, I1 cərəyanı bu uzunluqlu naqildən keçir. Bu qədər I2 cərəyanı isə AB yəni hissəsindən bu uzunluqda naqildən keçir. Yəni, biz bunu şəkildə görürük. Demək, buradan belə çıxır ki, cərəyanı biz kənarda bir hərfləndirmə üsulu edib A bura, yəni və B buranı işarələsək, görərik ki, cərəyan axan naqilin bu hissəsinin uzunluğunu götürsək, yəni burada 4 bərabər hissəyə bölünüb də gördüyünüz kimi, buranı el, buranı el, buranı el götürsək, uzunluqları, buranı da el, hamısını el desək uzunluqlara. I1 cərəyanı axan naqilin uzunluğu olacaq 3 el və ona düşən müqaməti 3 el götürə bilərik. 3 el. 3 ellik naqilimiz var, elə təsəvvür edək. Bir də digər tərəfdən də el uzunluqlu naqildən cərəyan axır. Ona görə də buranı gəlin qəbul edək R. Deməli, şəkildə biraz düzəliş verim. Deməli, biz buranı 3R yazaq. 3R, burası R. Gördüyünüz kimi, burada paralel birləşdirilmiş naqillərdir. Paralel birləşmədə isə I R-lə tərs asılıdır. U sabit olduğuna görə. Onda deyə bilərik ki, I1-in I2-yə bərabərdir R2-nin R1-ə. R2 də bizdə ikinci budur, birinci budur. Yəni, gəlin, 1 3R axandır, I2 axan isə R-dir. R2-nin R1-ə deyirsə, R-in 3R olacaq. Bu da eləcək 1-in 3-ə nisbəti. Variant olacaq A. Gəldik növbəti suala. 1-in 3-ə deyib, 3-ün 1-ə seçdim, üzr istəyirəm inşallah. Bir dəqiqə. Deməli, variant Y bəndi olacaq. Növbəti suala baxırıq. 11-ci sual. Bir gərginlik sabit qalmaqla paralel birləşdirilmiş iki eyni elektrik qızdırıcısının ardıcıl birləşdirildikdə onun gücü necə dəyişər? Gərginliyi sabit saxlayaq. Gəlin şəkli. On üçdə deyir ki, iki eyni lampanın dövrəyə ardıcıl, əvvəlcə ardıcıl
Deməli, R2 dənə eyni lampadır. Əvvəlcə ardıcıl birləşdiririk. R1 bərabərdir 2R. Sonra isə yenə paralel qoşduqda R2 bərabərdir R böl 2. Dövrədə cərəyan şiddəti necə dəyişər? Yəni I2 böl I1 də yazsaq daha doğru olar. Bizdən deyir necə dəyişir? Gərginlik sabitdir. Konstant. Yəni bayaqki məsələ kimidir. I bərabərdir U böl R'dir. Demək, müqavimət 2R idi, R böl 2 oldu, 4 dəfə azaldı. Cərəyan şiddəti necə 4 dəfə artacaq? Yəni A bəndi. 13A. Gəldik 15-ə. 15-i də sileyim. 15 bayaqki məsələyə oxşuyur. Yəni bundan öncə işlədiyimiz 9-cu testə nisbətən oxşuyur. Gəlin baxaq. Deyir ki, müqaviməti 16 ohm olan naqildən halqa düzəldilmişdir. Halqa şəkildə göstərdiyi kimi cərəyan mənbəyinə qoşularsa, A və B nöqtələri arasındakı müqaviməti hesablayın. Deməli, baxırıq buradan. Məsəl üçün, deyək ki, I1 cərəyanı A-dan B-yə bu istiqamətdə axır, I2 cərəyanı da bu istiqamətdə axır. Yəni, burada qütbləri birləşdirilib. Daha doğrusu, I1 belə, buradan da I2 bu istiqamətdə. I1 belə axacaq, I2 belə. 16 ohm ümumi müqavimətdirsə, uzunluq bu naqil 4 bərabər hissəyə bölünürsə, R də L ilə düz asılıdır. Düsturu bilirik də, Royal Bliss. Demək, en kesin sabit götürürük sahəsini, bir də material sabitdir, L ilə düz asılıdır. Əgər uzunluq 4 bərabər hissəyə bölünürsə, müqavimət 4 bərabər hissəyə bölmək olar. Onda belə çıxır ki, bu 16 ohmluq naqildən demək, I1 axan hissənin müqaviməti 12 ohm olacaq. Çünki hərəsinə 4, 4, 4. 3 dənə 4 var burada. I2 axan deməli, naqilin müqaviməti isə olacaq 4 ohm. İndi gəlin həmin o naqilləri burada göstərək. Bir 12 ohmluq naqilimiz var A və B arasında. Bir 12 ohmluq, yəni I1 cərəyanı axan. Bir də aşağıdan 4 ohmluq naqilimiz var. I2 cərəyanı axan. Deməli, buradan göründüyü kimi naqillərin paralel birləşməsidir. Ümumi müqavimət soruşur. R-AB arasındakı müqavimət soruşur. Paralel birləşmə düsturumuz var. R1, R2 bölək. R1 topla R2. Və yerinə qoyuram. R-AB olacaq. 12, 4, 12 topla 4. 48, 16, 3, 10. Deməli, variant olacaq C. Gəldik növbəti suala. 17-yə baxırıq. 17-də deyir ki, 2 eyni müqavimətli, bağışlayın, bir dəqiqə. 2 eyni müqavimətli R1, R2-yə bərabər R sabit, yəni ardıcıl birləşdirilib I sabit. T müddətində müəyyən qədər istilik ayrılır. Müddət zaman T götürürəm, ayrılan istilik miqdarını Q götürürəm. Həmin naqilləri dövrəyə paralel birləşdirsək, deməli, əvvəlcə 2 eyni naqili ardıcıl birləşdirmişik. R1 bərabərdə yazıram 2R. Sonra isə onları paralel birləşdirmişəm. Onda R bölü 2 olacaq. Bayaq çəkmişdim şəkli. Deyir ki, nə qədər müddətə T1-i T götürək, T2 onda sual. Həmin qədər, əvvəlki qədər, yəni istilik ayrılar. Q1 də Q götürürsək, Q2-ni də Q götürəcəyik. Və eyni zamanda gərginlik də sabit götürülür. Bu da konstant. Deməli, düstur seçirik. Q bərabərdir U kvadrat böl R vur T. Burada sizi çaşdıran bir məqamı ola bilər. Deyir, əvvəlcə ardıcıl birləşdirilib, sonra paralel birləşdirilib. Yəni, sabit gərginlik mənbəyinə biz əvvəlcə naqilləri ardıcıl birləşdirib, sonra paralel birləşdirmişik. Yəni, siz orada çaşıb, yəni indi sabit götürüb I kvadrat vur R T düsturuna müraciət edəmirsiniz. Demək, düstur artıq məlumdur. Bizdən soruşulan zamandır. Gəlin zamanı tapaq. T bərabərdir. Q bölünsün U'nun kvadratı olacaq. Sabitləri gəlin dairəyə alaq. Q sabit, U sabit. T ilə necə asılıdır? Düz. Alınır ki, T ilə düz asılıdır. Onda yaza bilərik ki, T1-in T2-yə bərabərdir. R1-in də R2-yə. T1-i götürəcəm T, T2-ni axtaracam. R1-i götürürəm 2R, R2-ni götürürəm R böl 2. R-lər ixtisar gedir. 2 qalxır yuxarı. T2 də bərabər olur. Buradan alınır. T2 də bərabər T bölünsün 4-ə. Yəni, burada silinib. B variantı daha doğru olacaq. 19-cu suala baxırıq. Dövrənin müqaviməti, ümumi müqavimətini hesablayın. Baxırıq burada.
Cərəyan gəlir. Burada R1 və R2 ardıcıldır. Ardıcıl birləşmədə ümumi qamət necə təyin olunur? Toplanır. 25 ilə 15-in cəmi eləyəcək 40 ohm. Aşağıda R3 də onlara paraleldir. 40 ilə 40 paraleldir. Paralel birləşmədə də birini götürüb sayına bölürdük. Yəni 40 bölü 2, 20. Yəni Y. 19 Y oldu. Gəldik 21-ci suala. Burada deyir ki, 21-də deyir ki, müqavimətləri R1 bərabərdir 3 ohm, R2 bərabərdir 1.5 ohm olan iki naqil ardıcıl birləşdirilib. Əgər birinci naqildə Q1 bərabərdir 1.6 kilojoule istiyə ayrılırsa, ikinci naqildə ayrılan isti miqdarı həmin müddətdə nə qədər istiyə ayrılar? Yəni müddət də sabitdir. Üstür seçirik. Q bərabərdir I kvadrat RT. T sabit. Demək, ardıcıl birləşmə olduğuna görə I də sabit, T də sabit. Q yerinə necə asıldı? Düz. Nisbət qoyub əldə edirik. Q1-in Q2-yə nisbəti bərabər düz asıldığına görə elə R1-in R2-yə nisbəti. Buradan alınır Q1-ə 1.6 kilojoule yazmıram. Bölək Q2 axırda nəzərə alarıq. R1 daha doğrusu 3 böl 1.5. 3 ilə 1.5 ixtisar getsə 2 qalar yuxarıda. 2 ilə 1.6 ixtisar getsə qalar burada 0.8. Yəni Q2 0.8 Y variantı. 23-ə baxaq. Dövrə hissəsinin müqaməti 5 ohmdur. Bir naqilin müqamətini soruşur bizdən. Deməli, şəkildə göründüyü kimi əvvəla bu iki naqil R paralel birləşib. Buranın müqaməti olacaq R bölü 2. Burada isə 3 dənə naqil paralel birləşib. Burada R bölü 3. R bölü 2-nin R bölü 3 isə ardıcıl birləşdirilir. Ona görə də eləyəcək 6'da 5 R. Deməli, ümumi müqavimət. Deməli, burada ümumi müqavimətin yerinə qoyuram 5 bərabərdir 6'da 5 R. Hesablama aparıram. 5'lər ixtisar gedir. R bərabər burada 1 qalır. 6 ohm. Yəni deməli. Sonra 25'ə baxaq. Volt vur saniyə böl joule vur farad. Volt vur saniyə kök altında joule vur farad. Joule açıram kulon vur volt. Faradı açıram kulon böl volt. Voltlar gedir. Voltlar gedir. Kulon kvadratdan kök çıxır. Volt vur saniyə bölək kulon. Kulonu da əvəzinə yazıram amper vur saniyə. Saniyələr gedir volt böl amper. U böl I kimi yazsaq R1 naqili müqaviməti, yəni debəndi. Baxırıq 26-cı suala. 2 mis naqil dövrəyə ardıcıl qoşulmuşdur. Ardıcıl birləşmə odur ki, I sabitdir. Konstant. Deyir ki, birinci naqilin diametri ikincidən 2 dəfə böyükdür. Gəlin burada yer düzəldir. Bizə deyir ki, ardıcıl birləşmədə I konstant yazıram. Birinci naqilin diametri D1, 2, D2'dir. Nizamlı sürətləri müqayisə edin. V2 böl V1 sual. Düstur seçirik. Sürət iştirak edən və cərəyan şiddətinin olduğu bu düstur, yəni istifadə olunurlar. Deməli, burada S-i açırıq. Çünki burada diametr verilib. S-i açsaq pi r kvadrat. R-in də yerinə D böl 2 qoysaq pi d kvadrat böl 4 Y. Belə bir şey yazmaq olar. Burada sabitləri dairə alaq. I sabitdir. V ilə pi sabit, D sabit, elektronlardan söhbət gedir. Konsentrasiyada sabit götürüləcək. V ilə D kvadratik tərsdir. V2-nin V1-ə nisbəti D1-in D2-yə nisbətinin kvadratı. Birbaşa belə yaza bilərik. D1-in yerinə 2D2 qoysaq 4. Deməli, D1-in yerinə 2D2 qoyub kvadrata yüksəldəndə olur 4D2-nin kvadratı böl D2 kvadrat. D2 kvadratlar gedir, qalır 4. Deməli, V2 sonda alınan ifadəni yazıram. V2 4, V1 olacaq. Doğru variant B. Deməli, 30-cu suala baxaq. Burada 28 eynidir. 29'a baxaq, sonra 30'a baxarıq bir dəqiqə. Deməli, birləşmələrdə bərabər zaman müddətlərində T sabitdir. Eyni istilik miqdarı Q konstant. Uclarındakı gərginlər arasında hansı münasibət doğrudur? U2-nin U1-ə nisbəti sual. Birinci naqillərə baxıram ki, ardıcıl birləşib. R1-ə yazıram 2R.
İkinci halda naqillər paralel birləşir. Ona yazıram r bölü 2. Q bərabərdir u kvadrat bölü r t düsturuna müraciət edirəm. Bildinizdə niyə görə? T var, Q var, r var. Buradan onu tapıram. Qr böl t olacaq. Kökün altında. Sabitləri dairəyə alaq. İşimiz asan olsun. Qr sabitdir. Daha doğrusu Qr yox. Q və t sabitdir. U yerinə necə asılır? Kök altı düz. U yerdən kök altı düz asılıdır. Deməli, onda belə çıxır ki, U2-nin U1-ə nisbəti bərabərdir kök altında R2-nin elə R1-ə nisbətinə. U2 bölü U1 bərabər kök altı. R2-miz nə qədərdir? R2, R bölü 2, R1 də 2R. Bunlar gedir, kökdən çıxır 2-də 1. Alınan ifadəmiz olacaq. U2 bərabərdir, daha doğrusu U1 bərabərdir 2 U2-yə. Y variantı. 31-ci sual. Birləşmələrin hansında ümumi müqavimət ən kiçikdir? Ümumi müqavimət ən kiçik o zaman olur ki, naqillər hamısı paralel birləşsin. Çünki paralel birləşmədə bilirik ki, bir naqilin müqaviməti götürülüb sayına bölünür. R bölü 4. Bu halda 33-cü sualda deyir ki, rezistorlardan keçən cərəyan şiddətləri arasında hansı münasibət doğrudur? Deməli, cərəyan mənbəyi bura müsbət, bura mənfi qəbul etsək, cərəyan bu istiqamətdə gələcək və buradan cərəyan budaqlanacaq. Gördüyünüz kimi R2 ilə R3 bir-birinə ardıcıl birləşib, ona görə I2 3-ə bərabərdir. I2 3-ə bərabər variant yəni A bəndindədir. Həqiqətən də I1 niyə böyükdür I2 3-dən? Ona görə ki, burada cərəyan keçəcək naqilin müqaviməti R-dir, digər hissədə isə 3R-dir. Müqavimət də cərəyan şiddəti müqavimətlə tərs asılıdır. Yəni, birincinin müqaviməti az olduğuna görə daha az cərəyan keçəcək. A variantı olacaq, doğruca. 35-ci sual. Gərgin sabit qalmaqla açarı açsaq, deməli, açar qapalıdır əvvəlcə. Açsaq, ampermetrin göstərişi necə dəyişər? Deməli, cərəyan buradan gəlir. Deyək ki, müsbət bura mənfi qəbul edək. Cərəyan gəlir. Açar bağlı olan halda, yəni birinci bu naqildən keçən cərəyanımız tutaq ki, 10 amperdir. Buradan da deyək ki, 10 amper cərəyan gəlir. Mən açarı açsam, bu hissədən cərəyan keçməyəcək. Amma həmin bu ikinci aşağı hissədən isə, ampermetr qoşulan hissədən isə yenə də 10 amper cərəyan keçirir. Yəni, belə çıxır ki, cərəyan şiddəti dəyişmir. Çünki bu rezistorun müqaviməti dəyişmir. Buradan keçən cərəyan da dəyişməyəcək. 37-ci suala baxaq. Gərgin sabit qalmaqla açarı açsaq, bağlı idi, açsaq. Deməli, açsaq, ampermetrin göstərişi necə dəyişər? Deməli, burada da həmin sualdandır. Yenə də tutaq ki, buradan 10 amper cərəyan, buradan da 10 amper. Niyə 10 deyirəm? Çünki ikisində müqavimət 2R-dir. Mən bu açarı açsam, buradan cərəyan keçməyəcək, naqil qısa qapanacaq, aşağıdan yenə 10 amper cərəyan keçəcək, deməli dəyişməyəcək. Amma 36-ya bir də baxaq, 36 biraz fərqlidir. Deməli, buradan dövrədən gələn cərəyan şiddəti budaqlandı, tutaq ki, 10 amper. Əvvəlcə deyək ki, deməli, ampermetrdən gələn cərəyan 20 amper imiş. Ki, burada budaqlanıb hərəsini olmamışıq. Açar qapalı olan haldır bu. İndi açarı açıram. Açarı açan zaman dövrənin müqaviməti əvvəlcə paralel birləşdirildiyinə görə RP bərabərdir 2R bölü 2. Yəni, birini götürüb sayına böldüm, R'dir. Müqavimətimiz R'dir. İndi açarı açan zaman isə müqavimət yuxarıdakı naqil sıradan çıxdığına görə müqavimət olacaq altdakı naqildən ibarət yalnız. Bu da müqavimət 2R olacaq. Əvvəlcə deməli müqavimət R idi, sonra oldu 2R. Müqavimət 2 dəfə artdı. Müqavimət 2 dəfə artırsa, cərəyan şiddəti necə? 2 dəfə azalacaq, yəni B bəndi olacaq. 39. Sabit gərgin mənbəyə hansı nöqtələrə qoşulduqda dövrədə cərəyan şiddəti ən kiçik olur? Dövrədə cərəyan şiddəti ən kiçik olması üçün təbii ki, müqavimət ən böyük olmalıdır. Müqavimət ən böyük o zaman olur ki, naqillər ardıcıl birləşdirilsin. Deməli, 1 və 2-də müqavimət R-dir, 1 və 3-də 2R-dir, 1 və 4-də isə 3R-dir. Gəlin görək 1 və 4 var. Deməli, belə B variantını seçirik. Cərəyan axan naqilə ardıcıl olaraq eyni müqaviməti malik ikinci naqil qoşduqda cərəyan şiddəti necə dəyişər? Cərəyan şiddətinin düsturu I bərabər U bölü R-dir. Bizim bir dənə cərəyan axan naqilimiz var. Mən buna əvvəlcə müqavimət R idi. Sonra bir dənə də naqil qoşan zaman müqavimət olacaq 2R. Müqavimət necə dəyişdi? R1 R, ikinci halda isə 2R. Müqavimət 2 dəfə artdı. 2 dəfə artırsa cərəyan şiddəti 2 dəfə azalacaq. Yəni 2 dəfə azalar B variantı.
42-ci suala baxırıq. Sxemdə ampermetrləri göstərişlər arasında hansı münasibət doğrudur? Deməli, tutaq ki, dövrədən gəlir cərəyan şiddəti 20 amper. Gəlir bu rezistordan keçir və 20 amper bölünür buradakı naqillər arasında. Deyək ki, yuxarıda müqavimət 2R'dir, aşağıda müqavimət isə R'dir. Təbii ki, burada demək, cərəyan şiddətini versək bura x, buradan isə 2x cərəyan keçəcək. Məsələn, mən bunu 24 desəm daha yaxşı olar. X 2x olsa, 3x 24-dürsə, 3x-ə, yəni cərəyan şiddətlərini cəmləyirəm də, x ilə 2x-in cəmi 3x-dir. O 24-ə bərabərdir. Onda 3x 24-dürsə, x də 8 amper olacaq. Deməli, onda belə çıxır ki, yuxarıdan cərəyan 8 amper, aşağı isə ondan 2 dəfə böyük, yəni 16 amper cərəyan gələcək. Vəssalam, buradan artıq mən rəqəmlər verib izah elədim ki, daha rahat başa düşəsiniz. Onda belə çıxır ki, ən böyük cərəyan I1-ə düşəcək. Ondan sonra gələn cərəyanımız I3 olacaq. I1, I3, I2. Yəni doğru variant C olacaq. 44-cü suala baxaq. Dövrə hissəsində müqavimətlərin R2/R3 nisbətini R2/R1 nisbətini 3 verib, V1 voltmetrin göstərişini U verib və voltmetrin göstərişi sorulur. Deməli, burada nə edirik? Görürük ki, naqillər ardıcıl birləşib, I sabitdir. R ilə U düz asılıdır, onda I bərabərdir U/R-ə görə. Bunu tapsam, U I-R olacaq. I sabit, U R ilə düzdür. R2-nin R1-ə nisbəti 3-dürsə, belə çıxır ki, buradan belə nəticəyə gəlmək olar ki, U2-nin də U1-ə nisbəti 3-dür. Bizə də U1 verilib elə U. U2 olacaq onda 3U1, yəni U1 də U olduğuna görə 3U. Deməli, U2, yəni buradakı gərginlik 3U olacaq, burada gərginlik isə U olacaq. Və voltmetrdə ümumi gərginlik ölçür. Ardıcıl birləşmədə gərginlik toplanır. U1 və U2-nin cəmi olur. Ona görə də U1-imiz U-dur, U2 3U-dur. Cəmi eləyəcək 4U. Yəni C bəndi. 46-cı suala baxaq. A1 ampermetrin göstərişi 3 amperdir. Yəni buradan 3 amper cərəyan keçir. A2 ampermetrin göstərişini təyin edin. Yenə də bayaqki kimi cərəyan gəlir. Burada budaqlanır. Buranın müqaviməti R-dir. Bura isə R/2-dir. Təbii ki, aşağıda müqavimət az olduğuna görə buradan daha çox cərəyan keçəcək. Neçə dəfə? 2 dəfə. Çünki 2 dəfə cərəyan azdır. Onda 3/2 6 amper aşağı cərəyan keçəcək. Yəni C variantı olar. 46 C. 48-ci suala bax. Ampermetrlərin göstərişlərini müqayisə etmək lazımdır. Yenə də cərəyan naqilin müqavimətinə görə paylanacaq. Hansı çox olacaq? Müqaviməti az olan. Yəni ikinci. İkinci birincidən neçə dəfə çox olacaq? Müqavimət neçə dəfə çoxdursa o qədər. Yəni I2, 4, I1. Y variantı. Sonra 50. Eyni müqavimətə malik 4 naqil sxemdə göstərildiyi kimi dövrəyə qoşulmuşdur. Ampermetrlərin göstərişləri arasında hansı münasibət doğrudur? Yenə də cərəyan budaqlanır. Burada R/2-dir müqavimət. Yuxarıda ardıcıl birləşmədə, aşağıda isə R/2-dir. Müqavimət neçə dəfə fərqlənir? 4 dəfə. Yuxarıdakı müqavimət daha çoxdur, 4 dəfə. Deməli, onda aşağıdan keçən cərəyan daha çox olacaq. Neçə dəfə? Yenə də 4 dəfə. Ona I2 bərabərdir, 4 I1 A bəndi. 51-ə baxaq. Eyni müqavimətə malik 4 naqil sxemdə göstərildiyi kimi dövrəyə qoşulmuşdur. Voltmetrlərin göstərişləri arasında hansı münasibət doğrudur? Deməli, burada yenə də baxırıq müqavimətə görə. Burada müqavimət 2R'dir. Burada isə R/2-dir. Ardıcıl birləşmədir. I sabitdir. U bərabərdir I-R-dir. Belə çıxır ki, U R ilə düz asılıdır. I sabit olduğuna görə U R ilə düz asılıdır. Yazıram U1-in U2-yə nisbəti, R1-in R2-yə nisbətinə. U1/U2 bərabərdir. R1 götürürəm 2R. R2-ni də R/2. R-lər gedir. 2 qalxır yuxarı 4. U1 bərabərdir. Buradan alınır ki, U1 bərabər 4 U2-yə. Yəni C variantı. Sonra 52-yə baxırıq. Naməlum Rx müqavimətini hesablayın. Demək, baxırıq burada cərəyan şiddətinə 1 amper, 1 amper aşağıdan keçir. Bəs onda Rx-də nə qədər cərəyan keçir? Dövrə ümumi gələn cərəyanımız olacaq 2 amper. Bizdən də soruşulan müqavimət Rx-in müqavimətidir.
Deməli, burada nə edirik? Baxırıq, dövrən ümumi müqavimətini təyin edək. 4 paralel birləşib 2. Yazıram ki, i bərabərdir u böl r. R'miz də daha doğrusu i'ni tapdım ki 2 amper cərəyan keçir. 2 bərabərdir u 10. Bu gərginlik müqavimətə paylanır. Bu ümumi müqavimət də yəni 2 üstə gələk. 2-ni bildiniz də, yəni burada 4 böl 2 oradan tapdım. Rx ona ardıcıldır. 2 üstə gəl Rx kimi yazıram belə. Buradan da bundan 10-dan 2-ni ixtisar edirəm 5. Burada 1 qalır. 5 də bərabərdir 2 üstə gəl Rx. Rx də bərabərdir 3 10. Deməli C variantı. Gəldik 53-cü suala. 53-də nə deyir bizə? Deyir ki, M və N nöqtələr arasındakı gərginliyi sabit saxlamaqla reostatın sürgüsünü sağa sürüşdürsək, yəni sağa sürüşdürək, bax bu belə sürüşdürsək, V1 və V2 voltmetrlərin göstərişi necə dəyişər? Cərəyan gəlir buradan. Əvvəlcə, bax bu uzunluqlu naqildən keçirdi. Şimdi bu səni silim. Əvvəlcə, yəni cərəyanımız keçirdi. Bax bu qədər uzunluqdan. Bu hissədən cərəyan keçir, dövrəni tamamlayırdı. Sonra reostatın sürgüsünü sürüşdürən zaman bu tərəfə sağa, yəni bu zaman uzunluq qısaldı. Yəni cərəyan keçən naqilin uzunluğu azaldı. Uzunluq azaldısa R bərabərdir rho L bölü S-ə görə L azalanda R azalır. R azalırsa bura gələn, burada ardıcıl birləşmədə I sabitdir. O da bərabərdir I R düsturuna görə. R azaldığına görə U1 də azalacaq. U1 azalır. Deməli, buradan belə nəticəyə gəlir ki, U1 azalır. U1 azalırsa, ümumi gərginliyi də sabit olmalıdır. Bir gərginliyi sabit saxlamaqla ümumi gərginlik sabit olmalıdır. Ümumi də ardıcıl birləşmədə U1 ilə U2-nin cəmidir. İndi mən U1 azaldısa, ümumi gərginliyi sabit saxlamaq üçün U2-ni etməliyəm, artırmalıyam. Ona görə də doğru variant olacaq. U1 azalar. U2 artar belədir. 54 izah eləmirəm, eynidir. 55-ə baxırıq. Sabit gərginlik sabit saxlamaqla U konstant. Dövrədə deyir, cərəyanın gücü P bərabərdir U kvadrat böl R. Deməli, açar qapanır. Deməli, açar açıq idi əvvəlcə. Dövrənin müqaviməti açıq, dövrə açıq olan zaman dövrənin müqaviməti R1, R-dir. Qapayan zaman isə R2 bərabərdir. R böl 2 oldu. Müqavimət nə elədi? 2 dəfə azaldı. Bu 2 dəfə azalırsa güc nə eləməlidir? 2 dəfə artmalıdır. Yəni B-dəndir. 55B. Sonra 57-yə baxırıq. Rezistorlardan axan cərəyan şiddətləri arasında hansı münasibət doğrudur? Yenə də cərəyan gəlir buradan. Müsbət, mənfi. Cərəyan gəlir, burada budaqlanır və sonra yığılır. Buradan budaqlanan cərəyanlar gəlir, yığılır, R3-dən keçir. Demək, burada paralel birləşmədə U sabitdir, I R-lə tərs asılıdır. U böl R. U sabit olunur, yerlə tərs asılı olur. Baxın, buradan tutalım ki, I qədər, buradan deyək, I qədər cərəyan keçirsə, yuxarıdan ondan 2 dəfə çox cərəyan keçir. Çünki müqavimət 2 dəfə azdır. Onda bu 2I yenə də gəlir buradan. Buradan da I cərəyanı gəlir, yığılır və 3I kimi ikisi birlikdə toplanıb, bu düyün nöqtələrdə birləşib 3 amper kimi R3-dən keçir. Və salam, müqayisə edirik, ən çox hansı olacaq? I3. I3 böyükdür I1, böyükdür I2, Y variantı olacaq. 57Y. Sonra 59-a baxıram. 59-da isə gördüyünüz kimi hərfləndirmə üsulu belədir ki, bax, boş naqil gedirsə, həmişə yadınızı saxlayın ki, eyni hərflə işarə edə bilərsiniz. Burada A-dır, burada A-dır, boşdur. Yəni, burada qarşıda heç bir müqavimətli heç bir naqil yoxdur. Bura B-dirsə, burada B-dir. Artıq qarşıya bir naqil gəldiyinə görə, onda mən buranı C adlandıra bilərəm. Artıq qarşıda bir müqavimət var, ona görə C adlandıra bilərəm. Onda burada C-dir. Burada C-dir. Deməli, R2 ilə R1 eyni potensial fərq arasındadır. Ona görə də bunlar paralelləşib, yəni gərginliklər bərabərdir. U1 və U2-ni, yəni bu formada da isbat eləmək olar. U1 U2-yə bərabərdir. Bəs U3-ü necə müqayisə eləyək? Bunun üçün, deməli, baxırıq nəyə? Deməli, burada baxırıq U3 bərabərdir. I3 vur R3, belə deyək də. İndi bu cərəyanlar ikisi
bayaqki kimi izah eləsək, baxsaq yenə burada cərəyanlar toplanır, gəlir i3-dən keçir. Yəni bu ikisindən keçən, məsələn buradan cərəyan keçir 2i qədər, aşağıdan keçir i qədər. Buradan cərəyan 3i qədər keçəcək. Onda burada gərginliyi biz təyin edəndə i3-ü r3-ə vurmalıyıq. Belə çıxır ki, həm burada müqavimət böyükdür, həm də cərəyan böyükdür. Deməli ən böyük olacaq nə? i3. Deməli i1 i2-yə bərabərdir, kiçikdir i3-dən. 61-ci sual maraqlı sualdır. Bir müqavimətləri R1, R2, R1, R2 kir olan rezistorlar sabit gərginlik mənbəyinə qoşulub. K açarı qapandıqda. Deməli, açar əvvəl açıq idi. Gəlin açarın açıq halına baxaq. Cərəyan gəlir buradan. Yəni, cərəyan burada naqillər ardıcıl birləşdirilib. İkisindən də keçir. Deməli, açarı qapadıqda, açıq haldadırsa əgər, cərəyan R-dən və K-dən keçir. Yəni, müqavimət nə qədərdir əvvəlcə? 3R. R1 bərabər 3R yazaq. Sonra açarı qapayırıq. Açarı qapayan zaman biz bilirik ki, cərəyan özü üçün ən qısa yolu seçir. Yəni, bu yolla gedəcək cərəyan. Deməli, bu qısa qapanacaq. R2. Onda sonraki müqavimət, yəni cərəyanın keçəcəyi müqavimət R qədər olacaq. Əvvəlcə müqavimət 3R idi, indi R oldu. Müqavimət 3 dəfə azaldısa, cərəyan şiddəti nə etməlidir? 3 dəfə artmalıdır. Ona görə də bu ampermetrdən cərəyan şiddəti ampermetrə keçən cərəyan şiddətinin qiyməti 3 dəfə artar. 3 dəfə artar variantlardan birini seçək. Yəni qalır burada bir B və C variantı. Gəlirəm indi nəyə? Voltmetrin göstəriş. Voltmetr hansı rezistora qoşulub? R1-ə. Deməli yazıram O1 bərabərdir. I vurulsun R1. I1 vurulsun R1. Əvvəlcə cərəyan şiddəti tutaq ki, I qədər cərəyan keçirdi buradan əvvəlcə. I1-i I götürürəm. I vur R. R1-i də R götürürəm. Sonra isə ikinci halda isə dedik cərəyan şiddəti 3 dəfə artdı. 3i vurulsun. İndi ikinci halda yenə də həmin rezistordan keçirdi. Yəni rezistorun müqaviməti dəyişmir ki, dəyişmir. Ona görə də gərginlik olacaq 3ir. Yəni 3u'ya. Deməli belə çıxır ki, gərginlik də 3 dəfə artacaq. Ona görə də hər ikisi 3 dəfə artar. C variantı doğru olacaq. Deməli baxırıq, 63-cü suala. Eyni uzunluqlu yazaq. Nə deyirsə sabitləri götürək. Eyni uzunluqlu L konstant, nixron məftil. Üçü də nixrondan hazırlanıb. Deməli onların üçündə xüsusi müqavimətdə sabitdir. Amma eyni kəsiklərin sahələri fərqlidir. S1S, S2S, S3 isə 3S'dir. A və B nöqtələr arasındakı gərginlik, bu ümumi gərginliyi bizə verib 11 volt. Burada görürsünüz ki, naqillər ardıcıl birləşdirilib. Onda belə çıxır ki, gərginlik, həmin gərginliklərin cəmidir. Bunu tez bura qeyd edək. Amma bizdən soruşulan V1 voltmetrin göstərişidir. Gəlin bunu U1 götürək. Amma diqqətli olun, burada S2'nin altındadır. Ona uyğun olaraq bunu U1 buradan götürərsiniz. S2'yə uyğun götürərik daha doğrusu. Deməli, indi gəlin baxaq. Biz bilirik ki, ardıcıl birləşmədə I də sabitdir. I də konstant. Gərək bunu yuxarıda qeyd edərdik. I bərabərdir bilirik U böl R'dir. U lazımdır bizə. U da IR'dir. R də açıram I, Rho L böl S'dir. Buradan belə nəticəyə gəlinir ki, U deməli I sabit, Rho sabit, S sabit, yox S yox, L sabit olanda, L sabit olanda nə olurdu? S-dən tərs asılı olur. U S-dən tərs asılıdır. U S-dən tərs asıldırsa, gəlin biz əvəz etməliyik onda. S1-ə məsəl üçün deyək ki, mən gərginlik verirəm U qədər. U. Sahə 2 dəfə artarsa, onda gərginliyin yeri 2 dəfə azalar, U böl 2 olar. Sahəsi 3 dəfə böyük olan naqildə də gərginlik U böl 3 qədər olar. Və salam, bu şəkildə indi yazıram. U bərabər. U1-in yerinə qoyuram. Bu U1'imiz olsun. U1'ə yerinə qoyuram U. U2'nin əvəzinə qoyuram U böl 2. U3'ün əvəzinə isə U böl 3. Bunları isə toplayıram. Bu eləyəcək. Ortaq məxrəc bunları 6'dır. 6'da 3, 2, 6. 11 U. U ümumi bərabərdir. Gəlin bu ümumi yazaq çaşdırmasın. Ümumi gərginliyi bizə onsuz da vermişdi ki, ümumi gərginliyimiz nə qədərdir? 11 bərabərdir. 11 böl 6 U. 11'lər xısar gedir. U bərabərdir 6 volt alınır. Demək biz aldıq ki, U bərabərdir 6 voltdur. Bizə ancaq soruşulan U-nu biz hansından əvəz eləmişik? S1'ə uyğundur. Bura 6 voltdur. Bizə lazımdır V1 voltmetr. Bu U1 deyil.
Yəni eskiyə uyğun gərginlikdir. Ona görə də 6 bölünsün 2 eləyəcək 3 volt. Doğru cavabımız elə 3 olacaq. Deməli, bizə də elə o 2 lazımdır. Əgər soruşsaydı ki, burada V3-ü tap, V3-də 6-nı 3-ə bölüb 2 tapacaqdı. Bunu deməli V1 soruşsaydı, V1 olacaqdı 6 volt. Bura 6. Bura oldu 3. Burada oldu 2. Həqiqətən də toplam 11 voltu verdi. Davam edək. 56-cı suala baxıram. Daha doğrusu 66-cı suala baxıram. Hansı faydalar doğrudur? Sabit gərgin mənbəyinə qoşulmuş dövrdə reostatın sürgü qolunu sağ tərəfə hərəkət etdirdikdə, bayaq naib birini baxmışdıq. Sağ tərəfə hərəkət etdirdikdə, yəni sağ tərəfə bunu sürüşdürəcəyik. Əvvəl budur, sonra qırmızı ilə işarələdiyimdə. Deyir ki, V1 voltmetrin göstərişi yenə də o bərabərdir. Yerə müraciət edək. I sabitdir, ardıcıl birləşmədir. R-i də açıram. Rho böl S kimi. Deməli, reostatın sürgüsünü biz sağa sürüşdürdüksə, uzunluq azaldısa, o da necə azalacaq? V2 azalar. V2 azalar variantı 3-dədir. V1 onda neynəməlidir? Artmalıdır ki, cəm dəyişməsin. Ümumi V voltmetrin göstərişində verməyib. Ampermetrin göstərişinə gələk. Ampermetrin göstərişi deməli, R-in azalması ilə artar. Burada bir dəqiqə uşaqlar diqqətsizlik elədik, bircə dəqiqə. Deməli, bir dəqiqə yenidən baxaq. Dediklərimizlə yazdığımız uyğun gəlmədi. Bircə dəqiqə. Deməli, reostatın sürgüsünü nə etmişik? Sağ tərəfə sürüşdürmüşük. Cərəyana baxaq. Cərəyan gəlir. Buradan götürək deyək. Cərəyan gəlir. Əvvəlcə bu haldaydı, bu uzunluqdan keçirdi. Sonra mən sağa sürüşdürən zaman uzunluq artdı. Bizdə azalmayıb, artıb. Artıbsa, deməli, nə edəcək? U2 artacaq. U2 artır. U1 onda nə eləməlidir? Azalmalıdır. U1 azalar, U2 artar. L artdığına görə I də azalar. 2, 3, 6. 66 belə olacaq cavabımız. 68. Bərabər tərəfli üçbucaq formalı naqilin A və B nöqtələri arasındakı cərəyan mənbəyinin qütblərinə qoşulmuşdur. Cərəyan şiddətinin I1 bölü 2 nisbətini soruşur. I1 bölü 2 bərabərdir sual. I-nin düsturu burada görünür ki, uşaqlar. I1 ilə bax, I2 paralel birləşmə, budaqlanma var. Paralel birləşmədə U sabitdir, R ilə tərs asılıdır. Onda R2-nin R1-ə nisbətidir. Burada uzunluq L-dir. I2 axan naqilin uzunluğu isə 2L-dir. R də L ilə düz asılıdır, Rho böl S-ə görə. Onda belə çıxır ki, L2-nin L1-ə yazmaq olar. L2-nin yerinə 2L, L1-in də yerinə L qoyanda alınacaq cavab 2. Məsələn, 71-ə baxaq. Həlqə şəkilli naqilin A və B nöqtələri cərəyan mənbəyinin qütblərinə birləşdirilmişdir. Cərəyan şiddətlərinin nisbətini soruşur. Deməli, burada nə edirik? Baxın, yenə də cərəyan buradan budaqlanıb. I2 və I1 cərəyanları budaqlanıb. Və fikir verirsiniz, yenə də paralel birləşmədir. Budaqlama varsa paralel birləşmədir. Onda yaza bilərik ki, I1-in I2-yə nisbəti R2-nin R1-ədir. Çünki paralel birləşmədə bu sabitdir. Bu konstant. Yenə R tərs asılıdır. R-də açanda Rho böl S kimi. Oradan da alınır ki, L2-nin L1-ə nisbətidir. İndi uzunluğu necə tapaq? Burada elə dönmə bucağına görə müqayisə edə bilərsiniz. L də fi R-də axı. Dönmə bucağının düsturundan. R sabit, L də fi ilə düz asılıdır. Onda fi 2-nin elə fi 1-ə yazmaq olar. Fi 2 nə qədərdir? 2-ci. 360-dan 30 çıxanda 330. 330 dərəcənin 30 dərəcəyə nisbəti. Bu da eləyəcək 11. Sonuncu 75-ci suala da baxaq. Müqamətləri R1 bərabərdir. R1 bərabərdir 100 ohm. R2 də verilib 50 ohmdur. R2-də ayrılan istilik miqdarı 1000 jouldur. Yəni Q2 1000 joule olarsa, eyni müddətdə Q1-də ayrılan istilik miqdarı, yəni R1-də daha doğrusu ayrılan istilik miqdarı sual. T eynidir. Düstur seçək. Q bərabərdir I kvadrat RT. Buradan belə çıxır ki, I sabit, T sabit, Q ilə necə asılıdır? Düz. Məsələn, Q1-in Q2-yə nisbəti, düz mütənasib asılıqda R1-in R2-yə nisbətidir. Bu da bərabərdir. R1 100, R2 500. Q1-in yerinə qoyuram və axtarıram. Q2-nin də əvəzinə qoyuram. Buradan alınır işarəsi qoyuram. Q2-nin də əvəzinə 1000 qoyuram. Və ixtisarımı eləyirəm 200. 200 kilojoule.